Salam dostlar, əgər siz də maşın alanda aldanmaq istəmirsinizsə, elə bir servisə yaxınlaşın ki, onlar alverçilərlə əl olmasın. Məsələn, mən hal-hazırda öz maşınımın probegini yoxlayacağam burada. Deməli, burada məndə, bu yaxından göstərim, 126.256 kilometr gedib. Şimdi burada da biz baxırıq, görək, burada da fikir verin. Eyni probegdir. Yəni mənim maşınımda çəkilmir. O cümlədən biz burada maşının ilin, VIN kodunu, adam var ki, VIN kodunu sildirir. Baxırsan ki, başqa VIN kodundan maşını sənə satmaq istəyir. Biz buradan maşının VIN kodunu da görə bilirik. Məsələn, neçənci nəsildir, neçənci ildir buraxılışı, motorun həcmin. Belə bir şeyləri biz görə bilirik yəni. Və gördüyünüz kimi maşında da heç bir aşıqqa yoxdur.